ABC üçbucağının perimetri 64'dür. BK KC'ye bərabərdir. Deməli AK mediandır. AB AC'yə bərabərdir. Və perimetr ABK da 49 olarsa AK'nın uzunluğunu tapın. Əgər AB və AC tərəfləri bərabər olduğu üçün onlara A deyə işarə etsək, BK da KC'yə bərabərdir. Hər ikisini B ilə işarə etsək və AK'ya da bir X desək, bu zaman perimetri, böyük üçbucağın perimetrini yaza bilərik. Perimetr üçbucağın tərəflərinin cəmi olduğu üçün A üstəgəl A, üstəgəl B, üstəgəl B bərabərdir 64 olmalıdır. Burada 2 dənə A, 2 dənə B var. Hər tərəfə əgər 2-yə bölsək, bütün hədləri 2-yə bölsək, A üstəgəlin B bərabərdir 32 alarıq. Və ABK-nın perimetrinə baxsaq, A üstəgəl B üstəgəl X ABK-nın perimetridir və o da 49-a bərabərdir. A ilə B-nin cəmi 32 olduğu üçün 32 üstəgəlsin X bərabərdir 49, X də bərabərdir 49 çıxılsın 32. Yəni X bərabərdir 17 alarıq. Deməli, AK-nın uzunluğu 17 olar.